Hamınızı xoş gördük. Bugün sizinlə birlikdə 4-cü sinif riyaziyyat dərsindən səhifə 10 və 11-də olan tapşırıqları həll edəcəyik. Başlamazdan öncə kanalıma abunə olmağı və like atmağı unutmayın. Gəlin başlayaq. Birinci bölməmizin adı birinci bölməmizin adı ədədlər 1 milyona qədərdir. Bir çox rəqəmli ədədlər araşdırma müzakirə. Aha, verilmiş ədədlərə bax necə təsvir etmək olar? Hansı ədədi təsvir etmək üçün daha çox aşıq lazımdır? Bunu necə müəyyən etmək olar? Deməli belə elə eləmək olar ki, 100 min, 10 minliklərə birincidə, minliklərə 2 dənə qoyarıq, yüzlüklərə 9, onluqlara 5, səkliklərə 2 dənə, digərində isə 10 minliklərə 1, minliklərə 4, yüzlüklərə 1, onluqlara 0, təkliklərə 3 yazarıq. Bunu necə müəyyən etmək olar? Daha çox ki, hansına aşıq lazımdır? Birinciyə daha çox aşıq lazımdır. Çünki 2-nin üstünə 9 gəlsə eləyəcək 11. Sonra 11-in də üstünə 9, 21, 20, 25, 27. 27 eləyəcək. Ancaq 14103 neçə eləyəcək? Eləyəcək 5, 6, 3. 9 eləyəcək. Öyrənmə. 10 minlik ki, bir 10 minlik təşkil edir. Bir dəqiqə. Aha. Öyrənmə. 10 minlik bir 10 minlik təşkil edir. 10 minlik bərabərdir 1 10 minlik. Yəni 10 vurulsun 1000 bərabərdir 10 min. 10 minlik bir 100 minlik təşkil edir. 10 minlik bərabərdir bir 100 minlik. Yəni 10 vurulsun 10 min eləyəcək 100 min. Aha. Çox rəqəmli ədədlərdə mərtəbələr sağdan başlayaraq 3. Bir dəqiqə, nə oldu? Ədədlər sağdan başlamaqla 3 başlayaraq 3 qruplaşdırılır. Hər belə qrup sinif adlanır. Birinci sinif təkliklər sinfi, ikinci isə minliklər sinfi adlanır. Hər sinfin təkliyi, onluğu və yüzlüyü var. Məsələn, minliklər sinfinin təkliyi minliklər, onluğu 10, minliklər yüzlüyü isə 100 minliklərdir. Ədədləri oxuyarkən sualdan başlamaqla əvvəlcə hər sinif üzrə vahidlərin sayı, sonra bu sinifin adı söylər. Təkliklər sinifin adı isə söylənmir. Rəqəmlərlə yazılışı 325.236, sözlərlə yazılışı 325.236, açıq şəkildə yazılışı 300 min üstəgəl 20 min üstəgəl 5 min üstəgəl 200 üstəgəl 30 üstəgəl 6. Diqqət, ədəddən çox rəqəmli ədədlərin yazılışında siniflər arasında boşluq qoyulur. Keçək tərəfə səhifə 11-ə. Bələdçi verilən ədədlərin mərtəbə cədvəlində təsvir edin, onları sözlərlə və açıq şəkildə yazın. Bunları da bunun kimi nümunə kimi yaza bilərsiniz. Məsələn, sözlərlə dediyim kimi, yəni baxın, birincidən 18253, ikincidə 36001, 65341, 702338, 457088, 618164, 209290. Açıq şəkildə birincisini açıq şəkildə yazırsınız. Necə? 10 min üstəgəl 8, min üstəgəl 200, min üstəgəl 50, üstəgəl 3. 200 min yox, 200. Sonra 36.001-i necə yazırıq açıq şəkildə? 30 min üstəgəl 6 min üstəgəl 1. 65 mini yazırıq 60 min üstəgəl 5 min üstəgəl 300 min üstəgəl 40 min üstəgəl 1. Sonra digərində 702 min yəni və açıq şəkildə yazaq 700 min
Üstə gəl 2000, üstə gəl 300, üstə gəl 30, üstə gəl 8. Sonra digərində 400 min, üstə gəl 500 min, ya 50 min, üstə gəl 70 min, üstə gəl 80 min, üstə gəl 8 min. Sonra digərində 600 min, üstə gəl 10 min, üstə gəl 6 min, üstə gəl 164 min. Aha, müstəqil iş. Bir abaqda təsvir edilmiş ədədlər, sözlər və rəqəmlərlə və açıq şəkildə yazın. Onların yerinə ədəd oxunda təqribi olaraq göstərin. Ədəd oxu göstərmək lazım deyil, digərlərini eləyək. Və deməli, sözlərlə yazırıq, belə yazırıq. 79.050 birinci. 79.050 dərs qoyuruq, yazırıq 7, 9, sonra bir dənə boşluq, 0, 50. Yəni elə yazılır rəqəmlərlə. Açıq şəkildə 70.000 üstə gəl 9.000 üstə gəl 50. Digərində yazırsınız 207.231. Sonra rəqəmlərlə 2, 0, 7 boşluq 2, 3, 1. Açıq şəkildə 200 min, üstə gəl 70 min, üstə gəl 200, üstə gəl 30, üstə gəl 1. Ədədlər siniflərə ayırın və oxuyun. Aha, siniflərə ayıraq və oxuyaq. Mən arasından belə baxın. Məsələn, belə xətt çəkəcəm və elə oxuyacaq. Birincidə xətt 12.125. İkincidə 25.695. Üçüncüdə 69.548, 86.025, 125.542, 526.800, 600.001, 705.200, 850.010. Üç sözlərlə verilmiş ədədlər rəqəmlərlə və açıq şəkildə yazın. 25.300. 25.300 necə yazırıq? 25.000 yazırıq. Aha. Yazırıq 2, 5 ayrı 300. 20.000 üstə gəl 5.000 üstə gəl 300. B-də 189.046. Rəqəmlə belə yazırsınız. 1, 8, 9, ayrı 0, 4, 6. Tire çəkirsiniz, yazırsınız. 100.000 üstə gəl 80.000 üstə gəl 9.000 üstə gəl 40 üstə gəl 6. C-də nədir? 633.211, yəni 600.000 üstə gəl 30.000 üstə gəl 3.000 üstə gəl 200.000 üstə gəl 10.000 üstə gəl 200 üstə gəl 10 üstə gəl 1. D-də 995 milyon yazırsınız rəqəmlərlə. Rəqəmlə belə 9, 9, 5 ayrı 0, 1, 0. Yəni 995.010. Belə yazırıq açıq şəkildə. Elə yazırıq defis. 900.000 üstə gəl 90.000 üstə gəl 5.000 üstə gəl 10. 4. Verilmiş ədədləri sözlərlə yazın. Bu ədədlərdə 6 rəqəminin hansı sinifə aid olduğunu müəyyən edin. Əcəd eləyəcəyik. Deməli, ədədləri sözlərlə yazın. Deməli, belə yazırsınız. Mən sırayla deyəcəm. 25.261, 56.204, 61.259, 115.076, 200.060, 460.345, 534.603, 612.273. Birincidə 6 rəqəmi, hansı? Birincidə 6 rəqəmi.
təkliklər sinfinə aiddir. İkincidə minliklər, üçüncüdə minliklər, dördüncüdə təkliklər, beşincidə təkliklər, altıncıda minliklər, yeddincidə təkliklər, e, səkkizincidə, yəni bunda bu 6 minliklər. Beşqanın uyğunluğu müəyyən edin və növbəti 3 ədədi tapın. Deməli, A. 37.312, 38.312, 39.312, 1000 artır. Yəni nə yazmalıyıq? Yazmalıyıq. 40.312, 41.312, 42.312. B-dən 99.996, 99.997, 99.998, 1 artır. Yazırıq 99.999, 100.000, 100.001. C-də 380.044, 390.044, 400.044. Burada 100 artır. 10 artırıyor. 10 artır. Aha. Deməli, 410.044, 420.044, 430.044. Sonra D-də 550.050, 600.050, 650.050, 50 artır. Yazırıq 700.050, 750.050, 800.050. Üçüncü sinif milyonluqlar sinfi adlanır. Bu sinfin təkliyi milyonluqlar, onluğu 10 milyonluqlar, yüzlüyü isə 100 milyonluqlardır. 10 100 minlik bərabərdir 1 milyonluq. Yəni 10 vurulsun 100 min bərabərdir 1 milyon. Rəqəmlərlə yazılışı 4.126.545, sözlərlə yazılışı 4.126.545, açıq şəkildə yazılışı 4 milyon üstəgəl 100 min üstəgəl 20 min üstəgəl 6 min üstəgəl 500 üstəgəl 40 üstəgəl 5. Bəli dostlar, bu gün də sizə tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.